İşğaldan azad edilən ərazilərə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə qayıdışı davam edir. Bugün Xocalı və Ağdərə rayonuna ümumilikdə 183 nəfərdən ibarət 43 ailə yola salınıb. Doğma ocaqlarına çatan sakinlərə yeni bərpa edilən fərdi yaşayış evlərinin açarları da təqdim olunub. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında bərpa, tikinti və idarə etmə xidmətinin İctimaiyyət Əlaqələr şöbəsindən AR24-də verilən açıqlamaya görə bu mərhələdə Xocalının Xanabad kəndinə 9, Badara kəndinə 10, Təzəbinəyə 10, Ballıcaya 4, Xanyurdu kəndinə 4, Daşbulağa 4 ailə köçürülüb. 2 ailənin isə Ağdərənin Aşağı Ortaq kəndinə qayıdışı təmin olunub. O qədər gözəl, o qədər sevinçli bir vəziyyətdir ki, həyatda arzuladığımız bir gündür bugün. Biz məcbur köçkün olmuşuq, 70 Oğuz elində yönləşmişik, 30 il Oğuzda yaşamışıq. Mən özümə gələ bilmirəm, mən bilsə tutulmuş kimiyəm, inanmıram. Ona görə Allah şəhidlərimizə rəhmət eləsin, şəhid bacısıyam mən də.